eğlenceler, edirik her şeyin en güzelini. Sizlere gülüşü bəxş edərik biz, sizin qarşınızda Komedi Kanal. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Buna bax. Gör nəvəmi üçün nə yaparram. Piredo bezi. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Başın işləyir sənin. Gənə dedi başın işləyir. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri. Yaxşı, sonra dalaşarıq. Ay ana, bax. Gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol, ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Görüm anamana getdi. Ana! Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Mənə bax, ay qız, axşama futbol var. Dur, hazırlaş da. Hazırlaş deyəndə neyniyim? Durun məşq edeyim. Yox, nə məşqi, biz futbola baxa-baxa nə yiyəcəyik? Sən ona görə narahat olma. Ha? Tapmışam, tapmışam. Gətir görüm. Chico'nun yeni dadları. Qarğıdalı aromalı çips fıstıq. Bəh, 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 bəh. Kabab aromalı çips fıstıq. Bəh, bəh. Paprika aromalı çips fıstıq. Gətir onu, gətir bəri. Qoy bura, qoy bura. Mənə bax, bu futbola qədər bizə çatmayacaq. Düş birini də al. Mən qadın xalağı niyə düşürəm ki? Gedək bir yerdə alaq da. Yaxşı, gedə bir yerdə alaq. Dur. Perşembe pazar gazetelerde, ekmeğe kaynadır Komedi Kanal. Güzel bir sahnelerinde, size görüşürüz Komedi Kanal. Eşq olsun hər birinizə, əziz dostlar. Necə də əhvalınız? Əla. Aramızda yeniyetmə övlad böyüdən varmı? Əlin qaldırsın. 16, 17. Hə. Qulaq asırlar sözünüzə. İmam ətəb eləyirəm. Belə bir şeylər. Bilirsiniz də, bu yaşdan sonra bu yaşda övladın dil tapmayanda nə edirik? Psixoloqa üst tuturlar digər valideynlər. Mən bilirəm, ən azından özümdən bilirəm. Digər səhnəciyimiz isə, bax, elə bu mövzu haqqındadır. Tam açıqlanmayacaq. Sizin alqışlarınızla Komedi Kanal səhnəsində psixolog səhnəsi gerisini özünüz izləyin. Doktor, alfa-xrom gətirmişəm, demişdiniz arıqlamaq üçün. İçirsiniz? Ay, çox sağ olun. Birazdan içərəm, yaxşı? Yaxşı, onu da qoyun bura, yadınızdan çıxmasın. Təşəkkür edirəm. Mən, dostum, çox sağ olun. Nə tərif? Çox sağ olun, dostum. Dəyməz, dəyməz. Bunun özünə psixoloq lazımdır. Salam xanım, salam aleyküm. Nazim doktorun qəbul otağı buradır. Bəli, bəli. Hə, çox sağ olun Buyurun. xanım. Gözləyin bir dəqiqə gözləyin xanım. Doktor, Bəli. pasiyent gəlib, gəlsin. Necə? Pasiyent, Əlbəttə ki. buyurun. Əlbəttə ki. Keçin. Döydüm də mən ki. Hə, çox. Doktor gəlmək olar. Deyir olar. Hə, mən qabiliyyətli qanacaqlı qadınam, ona görə soruşdum. Salam doktor, xoş gördük. Salam. Salam doktor. Salam. Oturun doktor. Doktor, mən biraz emosionalam. Hə, amma doktor, dərdim başqadır. Doktor, özümün də zobum var.
Səbir olun. Xanım, nəsə gətirim içirsiniz? Hə, doktor. Hə, xanım, nə? Nəsə içirsiniz, gətirim sizə. Hə, xanım, mənim əsəb dərmanımın vaxtıdır. Hə. Su gətirin içim. Yaxşı. Doktor, sizə nə gətirim? Rəmrə xanım, çox sağ olun. Mənə bir dənə kofe verəsiniz, zəhmət olmaz. Kofe. Bəli. Sizə də su. Bəli. Oldu. Xanıma su gətirin, çünki baxıram ki, bunun bildiğini ipləmədi, ipləmə. Səbir diləyirəm sizə, doktor. Səbir olun. Bəli, çox gözləyirsiniz. Dərin tərəffüs, bütün sinir sistemləri sakit Bəli, doktor, bunu elə bir mənə çat-çipiti məsləhət görüb. Çat-çipiti. Hə, deyər əsəbləşəndə 3 say nəfəsini al. 1, 2, 3. Hayır, çox sağ olun. Bilirəm, doktor. Özüm də savadlı qadınam. 9-dan atam çıxardı, baxmayın, amma savadlıyam. Çox gözəl. Mənə çox maraqlı gəldi. Dediniz, mən dərman qəbul edirəm. Siz nə dərman qəbul edirsiniz ki? Niyə atırsınız bu cavan vaxtınızda belə əsəb dərmanları? Demək olar mı? Bir də deyək. Hə, əsəb bir dəqiqə, doktor. Hə, əsəb dərmanı, ay doktor. Əvvəllər bu əsəb dərmanını baldızıma, qaynanama görə atırdım. Aha, çox gözəl. Aha. Elə bir sonra baldızım ərə getdi, köçdü Türkiyəyə. Qaynanam da köçdü qaynatamın yanına. Aha, çox maraqlı. Qaynatanız harada yaşayır? Onu da qeyd edeyim mənə. O dünyada da doktor. Hə, yanına gedim. Hə, Bəli. Aydın başa düşdüm. Ruhu şad olsun. Bəli. Yaxşı, siz mənə də görüm. Bəs necə oldu ki, bu hala düşdünüz? Yəni, nədən başladı bu proses? Ay doktor. Bəli. Niyə olacaq ay doktor? Biz indiki zamanda əsəb dərmanını ancaq və ancaq uşaqlarımıza görə ata bilərik. Aha. Uşaq deyirlər. Aha. Elə bil ki, Əzraildilər. Elə bil ki, mənim qəsdimə dayanıblar. Doktor, inanırsınız, hərdən məni elə həddə çatdırırlar ki, istəyirəm baş götürüm, qaçsın buralardan. Səbir olun. Siz belə hallarda hara getməyə üstünü tutursunuz? Hara gedirsiniz? Doktor, hara gedəcəm? Axşam saat 6-ya yemək hazırlamalıyam. Həyat yoldaşım gələcək. Misal üçün deyirəm də. Ha, misal üçün deyirəm. Bilsin niyə deyirəm. Çox var belə stresli hallarda insanlar stres atmaq üçün üç turlar ölkədən çıxırlar, gedirlər məsələn Maldivlərə gedirlər, Taylanda, Avropa turları edirlər ki, stres atsınlar. Çox gözəl xəyallardır. Çox gözəl xülyalardır, ay doktor. Danışırsınız, içim açılır. Amma mənim maksimum sakitləşəcəyim yer məhəllədəki Oba marketdir. Görürəm ki, beynim çöndü, düşürəm Oba marketə. Qaroxudur, köküdür, xiyarıdır, mayonezidir, simentanıdır, alıram, gəlib evdə staliçni salat hazırlayıram, bu da olur mənim stres atmağım. Bilirsiniz, əslində çox doğru yoldasınız. Alışveriş özü də bir stres atmaq üçün çox gözəl bir şeydir. Mənə çox maraqlıdır. Sizin neçə uşağınız var? Elə bil ki, doktor. Mənim elə... Doktor, elə bil ki, mənim 2 uşağım var. Elə bil ki, dəqiq uşağınız var. Elə bil ki, 2 uşağım var. Biri oğlandır, doktor. Elə bil ki, biri də qızdır. Hə. O da dəqiq deyil, hə? Doktor, elə bil ki, bacı qardaş deyirlər. Düşmandılar, düşman. Elə bir bunun hərəsinin birini bir dərədən tapmışam. Qırırlar bütün günü bir-birini. Doktor, doktor. Yanırım, yanırım. Yanıram, doktor. Doludur içim, doktor. Qoy açım, danışım. Nə bacım var, nə qardaşım var, nə rəfiq. Nə rəfiqəm var, doktor. Qırırlar bir-birlərini bütün günü. Doktor, bacarmıram, bacarmıram. Ay xanım, heyif elə döyməyin. Bacarmıram, doktor, mənim zobumda var. Mən hər dəfə əsəbləşdikcə, bax, mən əsəbləşirəm, o şişir, mən əsəbləşirəm, o şişir. Bir gün haradasa partlayacaq. İnan, bax, düzünü deyim, haradasa partlayacaq. Deməli, doktor, dünən getmişik həkim yanına. Aha, tak. Növbədəyi gözləyirik. Bir də gördüm, nə? Lo düşdü bacı qardaş arasında. Koridorda bir-birlərini qırırlar.
baş həkim koridorun başından çıx qayıt ki, bu uşaqların yəsi var. Biri bunlara yeyə dursun da. Aha, çox maraqlıdır. Cin vurdu təpəmə doktor. Ayağımdakı baxılı çıxartdım, keçirtdim təpəmə. Şığıdım doktorun üstünə. Dedim, sənə yeyə lazımdır. Yeyə burada. Yeyə burada. Mən danışıram, zobum şişir. Mən danışıram, zobum şişir. Doktor, inanırsınız. Həkim gördü ki, beynim bərk sönüb. Qaçdı, girdi otağa. Heç qoyaram məndən qaçsın. Girdim otağa, cundum üstünə. Cundum. Dedim, Dedim, Sənə yeyə lazımdır, mənəm yeyələri. Mən anayam, mən qadınam. 9 ay qarnımda bəsləmişəm. 16 ildə birini, 15 ildə birini böyüdürəm. Mən danışıram, zobum şişir. Mən danışıram, zobum şişir. Elə qorxdum, doktor dedim, bu saat zobum partlayacaq. Ay xanım, əyləşim mən, yəni... İnanırsınız doktor, bu 2 uşağın hayfını çıxdım mı o baş həkimdən? Canıma dəysin, canıma dəysin. Aydındır. Xanım, siz mənə... Bu nədir? Saçımdır doktor, çox üzr istəyirəm. Problem yoxdur, rahat olun, rahat olun. Siz mənə əsas deyin, sizin övladınızın neçə yaşı var? Elə bil ki, doktor. Oğlumun elə bil ki 16, qızımın elə bil ki 15. Yaşı da dəqiq bilmirsiniz, aydındır. Doktor. Siz elə bil ki, siz anasınız, elə bil ki. Bilirsiniz, xanım, mən sizi dinlədim. Bu yaşda sizin övladınızın hər şeyə ani reaksiya verməsi çox labüddür, çox doğaldır bir şeydir. Bu blackmail, emotional blackmail sindromudur. Bu bilirsiniz nədir? Yəni sizin övladlarınız emosional partlayışlar yaşayır. Emosional partlayışlar olur. Bu da bilirsiniz nə əlaqədədir? Bu sizin bu dəqiqə övladlarınız elə bir yaş həddindədir ki, keçid dövründədirlər. Keçid dövrü yaşayırlar, ona görədir, narahat olmayın. Ay doktor, bu keçid dövrü nə vaxt bitəcək? Elə nə vaxt baxıram ortadadılar, keçib qutarsınlar da, ya yanlıq olsunlar, ya bu yanlıq. Bizim də canımız dincəlsin. Biz də sakitləşək, normal insan həyatı yaşayaq. Bizim də canımız qutarsın dava dərmandan, doktor. Doktor, bir çarəyəm, kömək ol, doktor. Gəlirsə, gəlin xırda-xırda. Doktor, inanırsınız, dərdim böyükdür, doktor. Bunlara söz demək olmur, doktor. Adamın üstünə bir şığıyırlar, bir şığıyırlar. Nə, belə deyirlər. Söz də tapamıram, söz deməyə söz tapamıram. Onu ayrı-ayrı deyinməz. Məsələn, oğlan haqqında deyin mənə, mənim haqqında, oğlan haqqında. Oğlumla danışmayaq, doktor, oğlumla danışmayaq. Bir söz deyirsən, xətrinə dəydi, tırt eləyir, başlayır ayağını çırpmağa. O ayağını çırpır, elə biləm təpəmə çırpır. O ayağını çırpır, elə biləm təpəmə çırpır, doktor. Sizin acıqlar ayağın dəli dana kimi yerə vurur. Bəli, dəli dana kimi yerə vurur, doktor. İnanırsınız, dərmanları 2-2 atmıram. Ovuz yeyirəm. Xanım, siz narahat olmayın. Oğlunuz haqqında məndə artıq fikir formalaşdı. Sizin oğlunuzda borderline sindromudur. Borderline sindromu. Yəni, doktor, nətər deyirsiniz? Yəni, deyirsiniz ki, biz bu uşağı otağa salaq, bordoglayaq. Yox, ay xanım, törədən çıxın da, uşağı niyə bordoglayaq? Yəni, borderline sindromu biz nədir? Elə bir ki, bu dəqiqə yaşadığı yaşın, o keçid yaşının, o yeniltmə yaşının verdiyi, reaksiya verdiyi emosiyadır. Bilirsiniz, bu yaşlarda adətən oğlan uşaqlarda bəzi dəyişikliklər olur. Məsəl üçün, onların səsi dəyişilir, qalınlaşır. O, övladının səsi qalınlaşır. Doktor, qalmır. Mama, döymə məni, törürəm, mama. Ay, çox gözəl. Çox gözəl. Bilirsiniz, o qalın səs oğlan uşaqlara bu yaşda bir başqa bir güc verir. Ona bir enerji verir, ona bir
hüquq verir. O sanki düşünür ki səsim qalınlaşıbsa mən hamı üstə qışqıra bilərəm, bağıra bilərəm, hamıya göstəriş verə bilərəm. Bu keçib edəcək, narahat olmayın. O bilirsiniz nə vaxt onun səsi düzələcək? Nə vaxt? Evlənəndən sonra. Aha. Arvad alır, arvad onun səsini incəldir. Arvad böyük qüvvədir. Ay doktor, o gəlin evə gələndən sonra nəinki o oğlun səsi incəlir, o gəlin gəldi, bütün evin səsi incələcək. Çox doğru buyursun. Bəli, sükut. Bu oğlanı bildimi doktor? Aha, qızını danışımca. Doktor. Doktor, qızla bacarmıram, doktor. Doktor, mənə bir dillər deyir, yanıb tökülürəm, doktor. Dillər deyir, aha. Bəli, doktor, bir deyirəm, 5 qaytarır, inanırsınız. Mən ona deyirəm, o mənə deyir, mən ona deyirəm, mən ona deyir. Axırda matın quruyur, çıxır gedir, şak, qapını üzmə çırpır. Qapını elə bağlayır, elə bir ki, bəxtim bağlandı, doktor. Keçən səfər ona deyirəm, az. Toma, ananın üzünə çırpırsan mı bu qapını? Mənə qayıdır ki, mən çırpmadım, külək çırpdı. Ha, elə xırda bəhanələr də var. Bəli, doktor, mənə bir dillər deyir, nə deyirəm razılaşmır, heç nə xoşuna gəlmir, heç nəyi bəyənmir, məni xor görür, amma digər ki, bir rəfiqəsi var, Tubu. Tubu. Bunun anasıyla bir mehriban danışır. Doktor, hərdən elə bilirəm, bu uşağı mən yox, bu Tubunun anası dünyaya gətirib. İnanırsınız, doktor. Olur. Dərdim böyükdür, doktor. Səbir olun, zığımayın, xahiş edirəm. Biz necədir, bu yaş dövründə qız uşaqlara qarşı diqqət olmalısınız. Siz onları dinləməlisiniz, siz onların bəzən sözlərini qəbul eləməlisiniz. Onlar çünki bu dəqiqə çox, bu yaşda çox qəliz bir dönəmdədirlər. Onlar müstəqil həyata qədəm qoyurlar, bilirsiniz. Və bu müstəqil həyatda siz onların qarşısında deyil, yanında olmalısınız. Ona görə qız uşaqlara çox diqqətli olun, rica edirəm sizdən. Aha, yəni deyirsiniz ki, dediklərini görməzdən gələk, eləmi? Belə deyək də, bu dönəmdə ana olmayın, rəfiqə olun. Onun sizdən söhbət eləsinlər. Rəfiqə. Rahat olsun. Çünki siz onların bu dəqiqə dünyaya bir baxış bucağı var. Sadəcə o bucaqdan siz də baxın o dünyaya. Yaşır mı? Mən qələt eləyərəm o bucaqdan baxaram dünyaya da. Hə. Xanım, siz onu eləsəz, sizin əsəblər takdir mən sizin uşağınızda heç nə yazmam, sizin özünüzə yazacağım. Çünki siz ipləməzsiniz. Aha. Sizin özünüzə dərman yazacağım. Övladlarınızla mən deyən kimi davranın. Sizin də əsəblər takdir olacaq. Övladlarınızla buyurun, bunu qəbul edirsiniz. Aha. Yeməyin əvvəlində, yeməyin ortasında, yeməyi qutaranda, bir də ki, təmiz boşqabağı uyanda. Bunu atarsınız. Dərmanın adı nədir? Dərmanın adı... Yol verdi line. Bəli. Yol verdi line nədir, ay doktor? Yol verdi line. Onu atır, yolda rahat gedəcəksiniz. Yəni yola verim də hər şey. Bəli. Çox sağ olun. Gedə bilərsiniz. Təşəkkür edirəm. Ay doktor. Bəli. Çox sağ olun. Xanım, suyunuzu gətirdimə dərman içmək istəyirdiniz. Sən onu indi gətirdin. Elə gözdə çıxanda arxamca atarsan o suyu. Vaxtında gətirin. Doktora kofe dəmləyirdim də, doktora bu kofemiz geç hazır oldu. Xanım, gözləyin, yola salacağım sizi. Çox sağ olun. Gedim doktor. Gedim. Yola salacaqsınız, narahat Yola olun. salacağım. Gedim də. Bugünkü məsləhətiniz bu oldu. Bəli. Yaxşı. Uğurlar sizə. Sağ olun doktor. Xanım, Allah, suyu iç, sakitləş, görürəm, bayaqdan səsin gəlir, əsəbisən. Gözlə bir, Allah, yazıqsan. Gör nə deyirəm, nə dedi həkim? O krantı bağlayın orada, Lada xanım. Nə dedi həkim bacı? Dərdvə nə çarə qıldı? Heç nə deyəcək? Bunun bu satmağa dediklərini axşam gecə yarısı saat 3-də çatçıpdi demişdi. Dedi uşağı yola ver. Dedi uşaq nə deyirsə razılaş ondan. Dedi görməzdən gəl bütün elədiklərini. Heç nə deyəcək? Baş, sağ bir şey deyim. Amma öz aramızda doktor bilməsin. Yox bacı, de, narahat olma. Bax, ana nədir, uşağın nazı ilə oynadı nədir? Sən uşaq olmamısan. Olmuşam. Mən uşaq olmamışam. Bizim həddimiz nə ki, qayıdaq anamıza bir kəlmə cavab qaytaraq. İnan bu çolkamdan yapışırdı, nə tər vururdu, kökündən qopardırdı. 3 dənə belə meçelim belə qalırdı burada.
Bax tuturdu qolumu, bax o yavaş deyirdi, gəmirə, çiyninə, buradan çiynimə qədər dişləyib, göy-göyərirdim. Mık eləyib səsimi çıxartmırdım. Biz uşaq olmamışıq. Açolka nədir? Açolka nədir? Yadımdadır, bir gün anam cümə axşamına gedirdi. Mənə tapşırıq verdi ki, o lobyaların başını qopart, gəlib doğrayıb pişirəcəm. Az yadımdan çıxdı. Gəldi, o lobya dolu aş süzəni təpəmə nətər keçirdi. İnanırsan, əlimi vururdum ki, başım dıbır-dıbırdı. İnanırsan, keçən səfər mənim bu qız 15 yaşı var da. Məni nətər əsəbləşdirdi. Anam da oxluğu mənə cihizliyi qoymuşdu ki, hər dəfə görəndə anamı yada sal. Götürdüm bu oxluğu ki, bunun bir dərsini verim. Gördüm nə? Mən oxlovu götürmüşəm. Qızım da koridorun başında əlində şvabra dayanıb məni gözləyir. İnanırsınız, ana bala koridorda qılış-qılış oynayırdı. Mən day söz tapıram. Deməyə indiki gənclik, vay dədəm. Vay dədəm, vay dədəm. Ay bacı, yanasan, yandım. Bacı, mənim anam evdə süpürgə var, ha? Onunla evi süpürürdü, ta ki süpürgənin o kötüyü qalana qədər. O kötüyü atmır da, qoyurdu evin bir küncünə ki, vaxtım olanda uşaqları çırpaşam. Bax, şəpiti ayağından çıxardırdı. Nə tərt tuzdururdusa, şəpit düz gəlirdi, bax, bura boynumun dalından dərdi, 3 gün özümə gələnmirdim. Qaçırdım, şəpitdən canımı qutarım, qapını dönürdüm, inan şəpit də dalımca dönürdü. O şəpik mənə dəyməsə yerə düşmürdü. Yerədir, az mən anama söz deyə bilərdim, bir sözünü 2 eləyə bilərdim. Məndən elə çim deyə alırdı. Elə bir divar saatını vurur. Bir göyərirdim. Amma de bax, indiki psixoloqlar, həkimlər, uşaq sindromları, travmaları deyə bizdən pul yeyirlər. Travma nədir? Travma var. Bizimki travma deyirdi, bizimki birbaşa travmatologiya idi. 100%. Gəl belə eləyək, bacım. Sən əvvəlcə ged evə, doktor nə deyibsə, bir 3-4 gün onu elə. Bir uşaqların da hörmətlə yanaşda fikirlərinə. Bax, gör özlərin nə tər aparırlar. Görsən ki, əmələ gəlmir, keçirsən dədə-baba üsuluna. Biz psixoloqla, 2 uşaqla bacarmırıq. Bizim analarımız bir oxlovla 10 uşaq böyüdürdülər. Hamısı da tərbiyəli, savadlı, ziyalı. Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Ay kişi, sənə tapşırmışdım ki, evə gələni meyvə al. Uşağa şirə çəkəcəkdim. Ay qız, daha ehtiyac yoxdur meyvə şirə çəkməyə. Qəbələ konserv zavodunun istehsalı olan natura meyvə şirələrindən almışam. İnsan əli dəymədən tam avtomatlaşdırılmış, gigiyenik şəraitdə hazırlanmış meyvə şirələri. Aynen, sənə meyvə şirəsi demişdim, nə oldu? Heç nə valla, atam məni yarıtmayıb. Meyvə onu gətirməyib. Ay bala, meyvə almamışam, natura meyvə şirələrindən almışam da. Ay ana, bax sən boş verdim. Atam elə bu səfər yardıb da. Ben elə bundan axtardım. Vəssalam, ananas ən sevdiğim. Ha, qonşuya veşlərin ağırlar, ver kömək edin. Yo, çox sağ ol, ağır deyil. Oba marketə gəlmişdim. Evimizə ən yaxın market Oba marketdir. Gündə 10 dəfə də düşüb qalxsam yorulmuram, sağ olsunlar. Elə mən də alış-verişə Oba marketə gəlirəm. Deyir ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Həqiqətən də Oba qonşuda ən yaxın marketdir. Sağ ol, ay qonşu. Sağ ol, sağ ol. HEL sürətli böyüməsi və artan qlobal populyarlığı ilə dünyanın ən sürətli inkişaf edən sərinləşdirici içki markalarından biridir. 2006-cı ildən 100% Macaristan brendi olaraq bazara çıxan HEL qısa zamanda liderliyə yüksəlib və bugün 60-dan çox ölkədə istehlakçıların seçiminə çevrilib. Yüksək keyfiyyət, əlçatan qiymət, güclü marketinq və müasir istehsal infrastrukturu HEL-i sərinləşdirici içkilər bazarında unikal və etibarlı brendə çevirir. HEL gücünü keyfiyyətdən alan qlobal liderdir. Bəh.
Bəxtəvərə bax, bunun figurasına bax. Axtarsam, araşdırsam, bəlkə də məndən 5 yaş böyükdür. Amma gör nə gözlə formada saxlayıb. Həsəd aparmayın, siz də arıqlayın. Ay bacı, mən arıqlaya bilmirəm axı. Mən şirniyyatdan, yağlı yeməklərdən, çörəkdən əl çəkə bilmirəm. Əvvəl mən də eləydim. Gəlin sizə çarəsini deyim. Hə? Baxın. Alfa-Xrom. Alfa-Xrom dərman deyil, qida əlavəsidir. Hər səhər bir tabletka ac qarına yeməkdən əvvəl atırsınız, bax gün ərzində iştahınız tamamilə ölür. Qaraciyərdə piylənməni əridir, maddələr mübadiləsini sürətləndirir. Bax, ver onu mənə görüm. Ver bunu mənə yox, ay xanım. Mən aptekdə öləmi? Aptekdən özüm üçün almışam. Gedin siz də alın, mən məsləhət verdim. Sponsorumuz Biodermadır. Bioderma dərinin təbii balansını qoruyan, hər dəri probleminə qarşı xüsusi seriyalar olan dermokosmetik brenddir. Günəşə qarşı yüksək qoruma üçün Fotoderm seriyası, yağlı və akneli dərilər üçün Sebium seriyası, həssas və qızartılı dərilər üçün Sensibio seriyası, çox quru və atopik dərilər üçün Atoderm seriyası ilə dünyada hər kəsin sevimlisinə çevrilmişdir. Bioderma, dərinə dərin baxın. Təşəkkür edirik dostlar, biz tam sürətlə davam edirik, amma istəyirəm ki, bizim gözəl, dəyərli dostlarımız bugün buradadır, sənət yoldaşlarımız. Nə göydə ulduz qalıb, nə səhnədə ulduzlar qalıb, ulduzlar bugündən buradadır. Və istəyirəm ki, gürültü alqışlarla bizim gözəl müğənnilərimiz, Bahar xanım, Lətif qızını bir gürültü alqışlayaq, xoş gəlmişsiniz Bahar xanım. Xoş gəlmişsiniz. Səidə xanım Dadaşova. Bizim gözəl aktrisamız Sona xanıma bir gürültü alqışlayıram sizdən. Var olun. Boy onda, qamət onda, yaraşıq onda, bariton səs onda. Vüqarı bir gürültü alqışlarla xahiş edirəm. Vüqar Muradov. Bizim hər zaman studiya ilə bağlı, mahnı ilə bağlı işimiz olanda heç belə icazəsiz qapısını döydüyümüz, müraciət etdiyimiz bir dostumuz var. Bəstəkar İlkin Valihoğlu. Gürültü alqışlarla istəyirəm İlkin də qarşılayasınız. Xoş gəlmişsiniz dostlar. Var olun. Nə yaxşı ki varsınız. Nə yaxşı ki gözəl günlərinizi ayırıb bizə qonaq gəlmişsiniz. Sizi görmək çox vacib. Mən bunu sizə təqdim eləmək istəyirəm. Xanımlarımızdan birinə xahiş edirəm təqdim. Siz vəziyyətiniz yaxşı deyilsin. Toydur. Bizi toya dəyişirsiniz. Heç vaxt, heç vaxt. Gedin, get, görümcə gevçət atsana sonra. Ya qurban, alqışlardı xahiş edirəm. Səidə xanımın var olun. Var olun, var olun. Bu gül elə mənə verin də, xanımlar yəni mənə gül. Elə bu gül sənindir. Təşəkkür edirəm Səidə xanım, çox sağ olun. Görün bunu neçə tata bilərəm. Səidə xanım, gürültü alqışlarla yola salırıq. Və dostlar, biz sizə davam edirik. Növbəti səhnəci bizim silsilə səhnəcilərimizdəndir. Bəzən təqdimata ehtiyac yoxdur və sözün əvvəlini biz deyə bilərik, axırını bütün tamaşaçılar deyə bilərik. Mən əvvəlini deyirəm, axırını xorla deyirəm. Yaxşı mı? TikTok! Bəli, TikTok gəlir. Gürültü alqışlarla biz davam edirik. Mən də bugün getmişdim apteka. Havalar istilənir deyə gün çıxır. Dərimi bilmirsən, necə həssasdım. Getdim, Biodermanın SPS kremlərini aldım. Ay qız, elə qəşəng kremləri var. Bax, ailə boyu var. İstəyir uşaq vursun, istəyir böyük. İstəyir gündəlik vur, istəyir də dəniz qırağına gedəndə zaqardan qorumaq üçün. Balaca uşaqlar üçün var. Balaca aylığından vurursan, çıxart rahat uşağı gəzməyə qoy, D vitaminini alsın da. Özdə bir məhsul al, 5 məhsulu fərqi yoxdur. Üstündə də dəniz çantası hədiyyə. Əladır, əladır. Hə, ged al. Ged sən də, ged verəcəklər. Uşaq, heç nə. Qırırlar bir-birlərin. Onlar ikisi qoç bürcü, mən şir bürcü. Nərildəməsəm sakitləşmirlər. Nə üstündə olacaq? TikTok üstündə. Bu kişi razıdır da. Deyir TikTok çəkmə, uşaq da əl çəkmir. Deyir ay bala, bir ged özünə bir iş tap, stabil maaşın gəlsin, biz də səndən arxayın olaq. Bu uşaq da elə iş bəyənmir. Keçən dəfə evə bir it gətirib. Deyir ay mama, bu cins itdir, bu bir dəfəyə 12 dənə bala verir. Deyir, mən bu itin balasını bir ilə ayda birini satsam 1000 manatdan. Elə bil ki, ayda 1000 manat maaş alıram. Dedim, hə, nə olar bala, lap yaxşı, lap yaxşı. Göz daha gözdə, göz daha gözdə bu it balalamır. Axıra aparmışıq baytara. Baytar deyir ki, ay bala, bu erkəkdir. Və belənçinə qalmışıq bu uşağın əlində. Neyini? Axırı bir iş tapar.
Gör nə deyirəm, münaqişə. Kimsə gəldi. Qoy qapını açım, sonra danışarıq. Öpdüm. Gedərsən, davay. Kimdi görəsən? Hardasan ay bala? Hardasan? Bala, gecə də evə gəlməmsən, niyə bizim ürəyimizi partladırsan? Bilmirsən atan-ana nigaran qalıb? Abarası eləmir işim ama. Pulumuzu kazanırıq da. Vay. İşi qurmuşam, xəbərin yoxdur. Vay, səni şad xəbər olasan. Vay, belə xəbərlə gəl deyim hədə, nə olar ki? Deyirəm bizim də üzümüz gülsün, dədən sevinsin. Dədən axırıncı dəfə bilirsən nə vaxt sevinib? Nə vaxt? Sən doğulanda. O medsestra çıxıb dediyə, gözümüz aydın olsun, oğlumuz olub. Bir dənə bax, onda üzü gülüb. O gündən bugünə bir dəfə onun üzün güldürməm səni. Şükür, bugün sevinəcək. Nə işdir, de görüm, nə iş qurumsan? Ha. Rap deyirəm, rap. Nə qarsan? Rap deyirəm. Rap niyə? Mənim o dostlarım vardı. Həmişə atamla deyirdizə, onlar da işsiz gücsüz adamlardır. Hə, işə yaramayanlar. Hə. Onlarla birləşdik bir dənə qrup yaratdıq. Rap. İndi gedirik toylara, pullar qazanacağam, belə qəşəng. Qazandıracağım da öz-özü. Sən bir düzəməlli iş tapa bilmirsən. Nə olar ki, bir oturaq iş tap, bir bilək sənin də əlvə pul gəlir. Nə deyin də getdin rap? Rapdə pul var. Ha, nə danışsan ama rapdə olan pul nədə var? Qoy hələ bir dənə sezon gəlsin, bir 10-15 günə sezon gəlir. Dağıdacam, dağıdacam. Paska qazanacam ama. Qazanacam, gələcəm evə. Bax, sən də yataq otağında belə uzanacaqsan. Mən də başımı üstə belə pulu səpəcəm sənin üstümə, belə. Sən də aşağıdan belə deyirsən ki, çox sağ ol ay bala, çox sağ ol ay bala. Ay bala, bu rap sezonu var deyirsən, nədə alçadı, gilaslı, çiyələkli sezonu olsun. Rapin niyə sezonu olur? Elə rapdir də sezonu olan. De, Ramil Abram. Bütün kişi yatır. Ya gələn kimi oyanır, nabra gecə, evdəki sıca. Deyir, yay boyu dağıdır, pulunu qazanır. İndi deyirsən sizin oxuduğunuz rapdə Ramilin rapi kimi tutar? Niyə susmuram ama? Bax, Türkiye'də bir dənə reper var. Bir gecənin içində partlatdı. Bir də adı sözdən, Adı söz dedi, bütün TikTok o səsdən video çəkir. Hansı? Varsa şekerin, çaya geçelim. Tamam da kanka. Ne alaka? Hə, düz deyirsən. Adı sözdü də, adı sözdü. Görsən? Qəşək deyə. Dağıdır. Elə mən istəyirdim ona TikTok çəkim. Çəkək. Amma mən də o ucuz işlərlə qurtarmışam da. Vay, Mən reperəm. qınından çıxıb qının bəyənməyənə bax. Tək çəkmə, mənlə çək. Mənə görə çək, qoy mənim də səhifəm qalxsın. Çəkək. Gözlə. Dəstək olmaq lazımdır. Nə olardı? Bax, gənclərə bax. Qoy bir dənə qoy, hazır qoyum. Allah. Gəl. Getdi. Getdik. Ağzınız niyə eləyir? Paraliz keçirmişsiniz. Nə alaka? Ha, nə alaka? Nə alaka? Nə bu? Nə bu? Sadece adım yürüyüş. Sadece adım yürüyüş tutuktu. Buna bitmez ondu. Adın yürüyüş. Buna bitmez ondan sonra. Abi sabır olsun da. Buna bitmez ondu. Abi sabır olsun da. Sabır olsun da doğru. Nə gayrı? Nerede bu bitmez ondu? Abi bir tane sabır olsun. Nerede bu bitmez ondu? Hadi yazam da. Bu desin də. Annem buna babamın adını koymuşam, öyle mi? Babamın babasının sonra dedemin adını koymuşam, öyle mi sağ? Uşaq iş qırıb, uşaqla işin olmasın. Bu arvadı sen elədin. Baba, deməmişəm TikTok'dan çıx. Ha? Sana deməmişəm TikTok'dan. Açmış. Elin şey elə. Ha yaxşı. Sen ağzın ne eli be?
Nə alaka? Ha deyəsən... Bax, bana evi tut. Düzəl, vidini düzəl. Düzəltmişəm, Vidini düzəl. düzəltmişəm, da ola, da. Yaxşı, əlimi cimdən çıxartdım, ha. Tamam, belə dur. Bunu bırax. Bunu bırax. Bəlkə bu nətər bıraxıyor? Mən onu yumuşaldım da ama. Yaxşı. Yaxşı. Mən sana deməmişəm bu TikTok'dan yığış. Ya yığış. Mən sana dedim ki, iş get tap. Get, iş tam işte. Yığışmışam da. Gözüm yanım çəkir da. Mən çəkirdim, uşaqla işin olmasın. Onu da sen çıkarttın, ne yolda? Bu TikTok bilirdi, nədir? Ne vardı ki? Ben ona telefon almıştım. Ha. Telefon aldım, dedi ki bunun knopkası yoktu. Mən knopkalı telefon getirdi, onun başı çıxmırdı. Bütün gün qazın böğründəydi. Bütün gün qazın böğründə mənə yeməklər pişirərdi. Badamcan dolması, kələm dolması, yarpaq dolması, cürə dolmalar. Ama indi TikTok dadanı var. Bütün yeməklər son anda pişirilir. Çata bir dənə necə qırayaq, lört alayı. Makaronun 40 qıraya suya qoyacaq qabağıma. Mən bir dənə axırında samballı yeməyim nə olub? Mənim axırıncı samballı yeməyim nə olub? Ərarda söhbət edirik, hə? Mənim axırıncı samballı yeməyim nə olub? Qoymaq. Görsən qoymaq. Görsən mən qoymaq. Vidinin fasonunu Yaxşı. Mənə bax. Vidinin fasonunu dəyiş. Dəyiş. Yaxşı. Salxımın oğlu. Eşidirsən məni? O demədi, mən dedim TikTok çəkək. Bugündən də aç qulağını eşit. Aha, deyə görək. Mən qadınam. Sənin şəxsi aşbazını görəm. Görsən mi? Deyir, mən qadınam. Gündənə kimi deyirdi, mən bu evin arvadıyam. Sen bu arvadı pozdun. Sen... Ne dedim ben? Bu arvadı sen pozdun. Bu kadın bilirdi nədir? Niyə bilmirdim ki? Laf da yaxşı bilirdim. Elə mən pişirim, sən ye, mən pişirim, sən ye. Pah, söylənmi səni? Ta qutardı. Kim pişirəyək ki? Mən pişirim. Mən pişirimsən, mən bilim. Əlimi çirməliyim də. Xeyr. Mən bugündən tay evdar qadın deyiləm. Mən influencerəm. Nədir? Influencer. İnfluencer nədir? Bilmirik influencer nədir. Qıcıd da. Ha. O qışı ilə böyütmüşəm. Bırak kimi girirdim suyun içine, qıjını yığırsan, mən qışı ilə böyütmüşəm. Ben ne dedim ha? İndi o qıjını sen başın böğründən çıxardırsan. Yaxşı da. O da onu deyirdi. O da onu deyir ki, yəni qışı ilə böyüdük bizi, onu deyirdi. Onu demirdin bala? Ha da onu deyirdim. Hə. Influencer nədir? Influencer də bax elə bil ki, səhər yuxudan durmayacağam. Birinci açıram o dəqiqə telefonu. Deyirəm, salam dostlar. Mən bugün bax makiyaj edirəm. Bu tonalini vururam belə. Kimə deyir səni? Orada məni izləyənləri. Kim izləyir səni? Məsəl üçün nədir? 1 milyon zərçisi var. 1 milyon. Kimdən sən izləyir? Orada da qızlardı. Mən bir dənə arvad izləyənmirəm, ha kişinin olur. Kim izləyir səni? Qızlardı da məni izləyirlər, mən də... Qızdır mı hamısı? Hə. Deməli, mən deyəcəm ki, qızlar, baxın, bax, bu karandaşı vururam, bu pamadanı çəkirəm, necəyəm, belə onlara göstərəcəm o makiyajımı, gedəcəm. Qızlara? Hə, qızlara. Evimizə qonaq gəlmir. Deyəcəm, əziz dostlar, bugün qonaqlarım gəlir. Baxın, necə süfrə açmışam, bunu pişirdim, onları göstərəcəm. O qızlara? Hə, qızlara. Sonra, məsələn, harasa getmirəm, paltar kombin eləyirəm. Deyəcəm, qızlar, sizcə bu şalvarla bu köynəyi, yoxsa bu ayaqqabı ilə bu koftuyu, onlardan məsləhət alacam, nə məsləhət versələr, onu da geyinib gedəcəm. Sən ərin ölüb. Yox, sən ərin qala, sən kimdənsən, nə məsləhət alırsan? Ərin məndən deyək ki, bunu almışam sən, bunu mənlə məsləhət gördün. Nətər məsləhət verdim sən? 7 ildir geyinirsən sən onu. 1 qram salma var ki bura. 1 qram salma var mı? Nətər əvvəlki güldü, buradakı güldü. Bax da, amma bunu mənə izləyici gətirmir də. Mən sənlə məsləhətləşəndə izləyicim artmır. Amma orada məsləhətləşəndə izləyicim artır. Sonra məni çağırırlar açılışlara. Nəyin açılışına? Nə bilim, bir dükanın açılışı, bir gözəllik salonunun açılışı, haransa bir yerin açılışına çağırırlar. Tək gelsən sən? Yox, səndən gedərik. Alçıpan qaldım, alçıpan nətər edeyim? Gör, nə deyirsin? Alçıpan vurmalıyım, əmi. Sən vura bilərsən alçıpanı. Mən mamanla bir dənə açılışa deyilik gəlir mi? Bir dənə deyil, çox olacaq, ayda bir neçə dənə. Sən gir alçıpan işinə, mən mamanla görüm, hara gedir? Tabi durum, hara gedir? Pivnoya. Pivnoya açılışına. Pivnoya da açılışı ola bilər, hər şey ola bilər. Sən də mənlə gelsən də tək getmirəm ki. Mən oradayım, değil mi? Hə. Şu, ha. Sən mənim yanımda. Mən elə baxsın, ha, belə də, belə.
Sonra mən orada videolar çəkəndə sən də mənimlə videolar çək. O görəcəklər. Amma məni birbaşa salma da. Hə, yavaş. Yavaş sırtıldat da məni. Birdən-birə sırtılmıyor. Yavaş. Deyirəm ki, çəkmə məni. Mən belə şeylərdən uzaq elə. 3 həftəyə gör nə tez sırtılacam mən. Orada, onsuz da sən gedəndən sonra orada ailə kruqları var. Ailəvi paylaşımlar eləyənlər, ər-arvadlar. Biz girərik o kruqa. Ailə kruq var, hə? Ailə kruqları var. Bax, ailə kruquna girirsən. Girdikmi ora, çətin ora girincədir. Girdikmi? Yaşadıq. Yeməyimiz pulsuz. Pulsuz. Geyinməyimiz pulsuz. Gəzməyimiz pulsuz. Bütün dünyanı gəzəcəyik. Bax, şəkillərimizə bax. Mən filin belində, sən filin xortumunda. Belə sallanmışsan. Filin xortumunda mən, hə? Sən filin arasındasın, bala. Arasındasın. Ailəvi gedəcəkdə düzdürmü? İkimiz gedərik. 2 nəfər gedir də o. Sonra bax, mən dəvənin belində, sənin dəvə üzvə tüpürür belə. Mənim üzümə tüpürər mi? Tüpürər də belə ailənin üzünə tüpürərlər. Yaxşı deyil, xoşuma gələcək. Bax, zürafənin boynundan sallanarsan, mən də quyruğundan. Maraqlı olacaq. Özdə əsas bu ailə kruqları var, cütlüklər var, çəkirlər videolar. Onlar həmişə bir yerə toplaşanda cüt-cüt toplaşırlar, rayona zada gedirlər istirahətə. Yeyirlər, içirlər, qəlyan çəkirlər, heç kim də pis baxmır. Məsələn, sən qəlyanı pülüyəsən, düzdür? Mən heç bir pis baxmayın da, düzdür? Hələ yox da, mən hələ təzəyəm. Elə ki, mən başım götürmür, ona görə deyim. Gedişatda baxarıq da. Bax, indi məsələn, orada oturacaq 4-5 cütlük. Öyrəndə ki, onların ərləri heç nə demir, sən də heç nə demir. Demərim, ne deyirəm ki, seçilmək lazımdır. Demə. Əsas o da o kruqa girək. Girdik, yaşadıq. Hər şey pulsuz olacaq, Gir yaşa da. Valla, istəmirsən bütün günü sushi yiyəsən pulsuz. İstəmirsən xərçəng yiyəsən pulsuz. Gətirib evə filtr qoşsunlar, su filtrləri pulsuz. İstəmirsən? Dədən babanın evində suş görmüşdün sən. Pulsuzdur ye da. Yaşa da. Qoyarsan ancaq məni danlası. Yaxşı, əsəbləşmə. Bax, hər şey pulsuz gələcək. Ona görə çalışaq girək, biraz followerlərim artsın, yaşayacaq. Yaxşı? Sənlə gecə danışarım mən. Sənlə gecə danışarım. Gecə vaxtımız çox oluyor. Bax, görünmür. Sən, bana, nə işdən məşğulsan? Bu nə videosondur? İş tapıb, yox, mən səni iş yerinə qoydum ki, sənət örgən bana. Sənət mütləq. Sənət örgənsə çörəyin var həmişə. Başlayırsan, sənət örgəninsə çörəyin var həmişə. Çörəyin var həmişə. Gördüm də. Düzü qoşduğun işi gördüm də. Mən bərbər yanına qoyub, amma bərbər yanına qoyub ki, bu da bərbər olacaq. Uçilik qoyub. Bir aydır mən orada işləyirəm. Mən ancaq müştərinin o qulağının artı tuşlarını yandırıram. O bərbər bizim oğlumuzu bərbər bəyəkdir də. Çünki işimi tapmışam da, mən işi qurmuşam, imkan vermişsəni mən deyim. Nə işidir, bilmirəm amma nə işidir deyirəm də. Mamanı bildim. Maman influencerdir. Influencer. Nədir? Influencer. 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 Gedəcəyik açılışlara. Səndən hara gedəcəyik? Bunun axırı hara gedir? Var bunun axırı. Ha, nədir axırı? Rap. Nədir? Rap deyirəm da. Deyir o. Rap. Babala boşuna dönüm. Amma nədir? Babala, sənin dədən reper olub, anan reper olub, yoxsa qoyun otaran baban reper olub, təndirə çörək yapan nənən reper olub. Yəni bu qanlı olmalıdır, bu gəlməlidir, sənin hansı qandasan sən? Dostlarım iddia birləşdik, bəyənmirdi, nə dostlarım? Birləşdik, bir dənə iş tapdıq da özümüzə, bir dənə qrup yaratdıq. Babala boşuna dönüm, sən necə qışıq? Bax, ulu baban aşıq ol. Aşıq ol, git qışıq kafelerde zaten sazla dıngılda döne, 50 manatdan, 100 manatdan qazan ki, orada da qışıq 7 kilo verir. Ne istemezsen kafelere çıkıyor, kafelerde boşuna dönüm. Kim olmasın ya? Öğretmen kim olmasın? Gör kimi... Yoxsa sözüdür da. Özde çık bu dergi sezonlu. Git kışık kafelerde görsen, gelen kim orada görsen, alça koyurlar kışık yeşil alçalardan ye, çiyələkdən ye. Güya indi sən mənim uşağıma yönlü məsləhət verdin. Nə bilirsən? Aşkılıq eləsin, ha? Orada neçə kabinet var. Hər kabinetə girib hərə ilə 50-50 vurunca axırıncı kabinetdə piyansko olar mənim uşağım. O nə məsləhətdir? Gələ vurasa, ha? Vurma, soxyanmayacaq. Sonra da qapı düş sacaqlar.
Hansı kabinetdə qoyub yaddan çıxardım çıxmışam. Amma otur. Deyən, bunlar yaxşı pişirir, deyən görüm. Mir Yusufə bax. Hə. Birinci qrupla başladı replə. Həsə. Sonra ayrıldı qrupdan, başladı tək oxumağa. Pula pul demirim. Oxuyur, ovucuna pul basırlar, götürmür. Gedib çıxa biləyək ora. Niyə çıxmır, mənim balam istedadlıdır. Bu axşam evinə gəlib çıxanmır. Bu gedib oralara çıxandı mı? Çıxandı mı? Çıxandı mı? Çıxandı mı bu? Çıxandı mı bu? İş qurur da deyinirsən, iş qurmur da deyinirsən. Kimdir uşaqlar? Qrup da, heç də qrupla yaratmışıq. Nə qrupu? Hə? Nə qrupu? Kefil besə qrupu. Kefli besə, niyə belə? Biraz sadə, biz fikirləşdik, biraz sadə olmasın. Birinci sıradan bir qrup açdıq ora. Qrup açdı, atam, qrup açdı. Əsəbləşmə də qulaq as. Bir balaca ora kreativlik qatdıq da. Elə belə o vaxtı Kefil İskəndər vardı. O içib həmişə sözün düzünü deyirdi axı. Hə, kefil besə nədə pişir? Nədə pişir? Çaxırda. Biz də pişib sözün düzünü deyəcəyik. Vallahi bu baş var ha. Başqa başdı. Həqiqətən başqa başda. Mənə bax, yay gəlir, istənmə. Çiməri mövsümü açılan kimi gedirsən Xəzər tərəfə. Harda qayalıq gördün, kəllə vur. Harda qorxmasın, narahat olmayacaq. Sonra uşaqlarla prinsipə dur ki, kim ortaya kimi gedə bilər. Sən get. Get axıra kimi. Yaxşı bala. O nə söz deyir, uşağıma deyirsən. Bu baş getməlidir. Git Qazaxıstana. Ne olur git Qazaxıstana. Bir ildə Qazaxıstanda yaşa. Bu görsünlər ki biz nə çəkirik. Sən nə bilirsən, bu nətər iş olacaq? Bir uşağın süftəsini korlamada bəlkə elə yaxşı oldu. Bəlkə elə yaxşı qazandı. Niyə bəd-niyabət danışırsan? Reper dostlarım gəldi. Hə. Bir dənə gəlim onları sənin qabağında oxuya, bir dənə qiymət verdi ona. Yaxşı? Gəl, mənə bax, uşağımın süftəsini korlama. Qoy nə? Sən Sən nə bilirsən, bəlkə məşhur oldu, bəlkə ulduz oldu. Bizim bir oğlumuz budur. Bu da süftəmiz, olsa bizim süftəmiz korlanıb. Yəni bizim Luboy süftə kordur. Niyə? Həvəsi onadır da. Ya, gəlin bro, gəlin bro. Yeah, what a perfect daddy! Beautiful mom! Let him! Salam ay bala. Yeah! Bunlar olup alemi birbirine katan ama çok sempatikçiydi atan. Yeah! Kız olsaydı olardı matan. Sağ ol deyilən, sağ ol. Deyilən, sağ ol. Lehim. Sağ ol. Ben bunu ayrı cür istifadə edirəm. Siz mənə qarışmayın. Siz... Hadi matan ne da mı diyor? Bir qız olsaydın da belə yox ki, qız olsaydın. Mamlı matan. Vallahi bir. Hey dad. Çok sağ olun, teşekkür ederim. Yeah. Yani... Hey dad. Hadi. Hey dad. Yo. Hey. Mən görürəm ki, söhbət dərindir. Bu arada da atan yaman şirindir. Yeah. Xala, bu kişi sənin ərindir. Lehim. Kimsiz, nəsisiz bilindi. Xala sənin nəslindir. Sen ara karışanda pencereleri bağla, kapını zaten. Gazı aç bırak. Sen karışma. Sen gazı aç bırak. İkimiz Ərəvat pencere tarafta durak. Biz pencere tarafta oradan nefes ala değme. Koy. Sakitçe. Bunlar sakitçe gitmelidir. Sakit dayanam bunlar. Değme. Bak bunu deyirdin sen. Budur uşaqlar. Tanış ol da. Qoy mən bir dənə maraqlarım görüm kimdilər, nəçidilər, ondan sonra. Ağır danışmada. Ağır danışmada bir ağırlıq qalıb bizdə. Bu dəqiqə məndən düşüyü yoxdur, bilməzsən. Bu ailənin başçısı düşük bir adam. Bunun oğlu bax. Saçı görsən mi?
Görürsən, bax, bu saçla bax ki, bu oturur mu? Valla nədirsə, təcili yardım çağırar, iğnələrin zadını vursunlar. Narahat. Ay oğlum. Mən. Valla kimlərdənsən, nəçisən? Mən. Sübhi ayaqyalın. Lem, başı sağ olsun. Rəhmətə gedəni var onun. Yox, daha onu rapin içində deyil. Daha başa düşdün, qızışdırır da meydanı. Meydandır buraya. Bura at ocağın, bura ne meydan olur ki? Ha, sağ ol bala, sağ ol. Ağsaqqal, mənə sən demə bala, balan mən deyiləm. Qabaqda var çalla, görürəm, düşən deyiləm. Yanımda var bala, elə belə fırlanıram, alan deyiləm. Getmişəm fala, gəlmişəm dala, özümü tanımıram, mən deyiləm. Yeah! Perfect! Başı sağ olsun. Bu, bildik ki, bu özünü tanımır. Ne var? Yüngülcə eşsən, sən neysən, sən qazaş dur qıraqda. Sən qazın işinə qarışma, özə paraya. Bəlkə nauşnik var, mahnıya qulaq asın, Sən, biz eşitdik. a qızım, sən Ey, kim? yox. Sən, hay? Mer ağzı göyçək. Bilinmir köküm, bilinmir sortum. Əynimdə şortum, üstümdə portum. Ad günüm oldu, yox idi tortum. Fildə olur xortum. Kimliyimi soruşursan, Allah bu da pasportum. Yo millət! Dad, lehim! Cavab ver, cavab ver. Pasportu götürərsən, bildin, bu harda azdı, itdi, şeylədi, tapaq ki, görək harda. Sən pasportunu qızım verərsən buna, ümumiyyətlə səni tin tez tutur qızım. Yox. Tin tez tutur səni. Qızım, oturun sizə. Bir evin gəlinidir. Oturun, sizə bir çay gətirim, hə? Çaya ehtiyac yoxdur. Təşəkkürlər ana. Mədəmə düşmür margarin sana. Ayağımın altında kəsərəm dana. Söz atıram başa düşənə qanana. Xəstələndə o qədər vurmusan mənə iynə yana. Mənim əziyyətimi çox çəkmişsən, get otur divana. Ana, divana, Suzana. Perfect boy, perfect. No. Bala. Sən, başına dönmüsən. İndi siz bu, biri saçın bıraxıb, biri belə bividəl, biri bivedəldir. Bu, başa düşürəm, bu rap, görmüşük də, biz bu rapi görmüşük də. Bala, bilsən, bunu gələk istedadın ola. Yoxdursa, dirəşmirsən. Varsa, dirəşək. Mən də pul da bıraxaram. Sənin üçün pul da bıraxaram. Nədir bu 50-60 manat? 50-60 vuraram alçıpanı, tökərəm ki, oğlum repdir. Mən də alçıpanı belə vuranda desin, oğlum nə işlə məşğuldur? Bir oğlum, deyəm repdir. Ata, sən səbrin yoxdur ki, axıra kimi qulaq asasan da. Biz ilk mahnımızı Atiyay çıxarmışıq. Nə? Bəli. Görsən birinci sənə mahnı əsr eləyib oğlum. Görsən, sən də qədrini bilmirsən uşağın. Atanın əzzəti. Yeah! Rapin adı Ola Atanın sən əzzəti. niyə yedir? Açsan. No. Yeah, that's perfect. Ya açsızsa içini, keçin mətbəxə. Görün nə varsa. Bro, he's our name, fan. Nə, hansı mahnıdır bu? Bir də onda icazə versənsə biz deyədik onu. Bir də mən telefonu götürüm gözə. Yeah. Qırağa dur. Qoşarsan da yaxşı. Mahnını. Mahnı qoşarsan. Sən qulaq as. İkinci mahnını da mamaya yazarsan. Yaxşı. Bir də Atiyaya qulaq as indi. Yeah! Qoşdum. Hey! Yeah, microphone. Heç kimə söykəmirəm kürəyimi, dayım da əmimdə vurub ürəyimi. Havalar qızıbdı, dənizə girəkmi, dəniz qırağında qarpız kəsəkmi. Atam deyir, ye halal çörəyimi. Yemirəm, yemirəm, ye. Atam çatma qaş alıbdı qaşını, üzünü dağıtdırıb, gizlədib yaşını. Buna görə satıbdı babamın baş daşını, bagaja qoyubdu öz dostu.
Yemiram, yemiram, ye, ye, ye. Yemiram, yemiram, ye, ye, ye. Çox ayaq altımı qazıbdı, ata pusuz tutan yolunu azıbdı. Söhbət olub qorxub dızıbdı, anam deyir ki gəl evə yemək qızıbdı. Yemirəm, yemirəm, ye, ye, ye. Yemirəm, yemirəm, ye, ye, ye. Mitilim, mitilim, mitilim. Mitilim, mitilim, mitilim. Mitilim, 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 mitilim. Gebro! Sen asanı təriflədin, yoxsa boynu yerə soxdun onu? Harada təriflədin bu vatan? Sen ana hakkında hiç ne yazma ha. Ne bada ana hakkında hiç ne yazma. Ben buna koymamışım, minnacım bir daha söz gelsin ha. Harada təriflədin bana bu şunu? Sen tutmadın orada kreativliği, orada bir imza məqam var da sen onu tutmadın ata. Harada? İtilim, bitilim, bitili. Yok hey. Mən təriflədin sen. Ha. Harada? İtilim, bitilim, bitili. İtilim, bitilim diyor. Bak, dikkatten kulak az, dikkatten kulak az. Bak, dikkatten kulak az, bak. İtilim, bitilim, bitilim, bitilim. Bitilim, 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 bitilim. Bildin mi? Ata bunun arasındadır. Ata, mən hardayım orada? Hansı mitilin arasındayım? Ay bala, ayo, senin mitilini koyun. Hansı, ben bir tane, sen oradan yavaş diyorsun, ne diyorsun sen? Atam, bak dikkatten kulak az, yavaş yavaş deyirəm, bak. Atam hem sol hem sağımdı. Atam benim başımın tacımdı. Hocam sordu öyle söz yoktu. Bu itilin içindedir. Dikkatten. Ben bunu itilim aktarım tapmıyor. Orada öyle söz, orada. Ne o testi görüm? İtilim, bitilim, 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 bitilim. Baş tacı hardaydı orada? İtilim. İtilimdeydi. İtilimde. Yəqin o rehbər qulaq asanlar bilir də, yəqin onlar başa düşəcəklər ki, itilin baş tacıdır. Heç nə yox. Ben indi, daha oğlum, sen de bunlar əziyyət çəkmişsiniz, ne deyə bilərəm bala? Heç nə. Hoşça geldi. Yox, qaşa, xoşuma gəldi, fəxr elədim səndən, fəxr elədim səndən. Mənim sizə bir ata kimi bir arzum oldu ki, itilim, bitilim, gitilim. Pitilim, pitilim, pitilim. Fitilim. Ben açmadı ya, ben diyorum. Ne ter? İtilim, mitilim, fitilim. Dur fitirleyin ha buradan. Hadi lan. Hadi gel. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predo'dur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Görüm anamana getdi. Ana! Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Verilişimizin xüsusi sponsoru Natura meyvə şirələridir. Natura şirə və nektarları müasir avadanlıqlarla təchiz edilmiş, Qəbələ konserv zavodunda insan əli dəymədən, tam gigiyenik və avtomatlaşdırılmış şəraitdə istehsal olunur. Müxtəlif çeşidləri ilə hər zövqə uyğun dadlarla təbii ləzzət bəxş edən Natura meyvə şirələri süfrələrinizə ləzzət və rəng qatacaq. Natura, təbiətdən gələn dad. Sponsorumuz Chico. Chico yenə sakit durmadı. Bu dəfə səhnəyə sadəcə çərəz yox, xasiyyət çıxardı.
Araxisin cəsarəti, paprikanın şıltaqlığı, kababın nazı, hamısı bir qabda yığışıb deyir ki, biz yeyilməyə yox, xatırlanmağa gəlmişik. O xırt-xırt səs var ha. O sadəcə səs deyil, əhvalın ritmidir. Bir dənə yeyirsən beynin deyir bəsdir, ürəyin deyir bir də. Və sən başa düşürsən ki, bu artıq çərəz deyil, bu bir zəiflikdir. Chico'nun xırt-xırtlı, üstü ləzzət dolu örtülü təzarıq hisslərinə alın dadın ki, anlayasız, bəzi dadlar danışmır. Birbaşa ürəyə keçir, orada xırtıldır. Oo, qonşu nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özə soruş gör bazarlığı hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obadan. Bəyənirsən eləmə obanı. Bəyənirsən nədir? Meyvə tələbəcə kimi oradan alıram. Gün işçilərdə güləriz. Deyirsən, yəni gedim evə bazarlığı mən də obadan eləyim? Gecikmisən. Ay kişi, bazarlığı get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, Sağ ol, getdim. sağ ol. Aa, hara gedirsən? Böyük futbol var axı. Qonşu kişilərlə, qonşu gildə yığışıb futbola baxacaq. Hərə bir şey alır, mən də dedim, mən də el alım. Sən geyinib haraya gedirsən? Dost, sən də evdə yoxsan. Hə. Qonşu arvadlarla qalmışıq bekara. Yığışırıq qeybətə. Mənə baxın. O helləri ver də mənə. Helsiz qeybət olmur. Futbol da helsiz olmur da. Biz futbol satmırıq bizə. Bildim də, sən alarsan da ver mənə. Gəl gedək sən alacağım, gəl. Bu heli qadın da sevir, kişi də sevir. Hamı sevir bu heli. Sponsorumuz Alfa Xromdur. Artıq çəkilən əziyyət çəkirsiniz, şəkər və şirniyyatınızı qala bilmirsiniz, yorğun və halsız olursunuz. Bütün bunlar hamısı maddələr mübadiləsi pozulmasına əlamətlər ola bilər. Amma Alfa Xrom köməyinizə çatacaq. Alfa Xrom iştaha və şirniyyata meyli azaldır. Artıq biləri xüsusilə də qarın və bel nahiyəsində toplanmış bİ qatlarını əridir, qaraciyəri yağlanmadan qoruyur, maddələr mübadiləsini normallaşdırır. Gündə bir tablet yeməkdən əvvəl qəbul olunur. Alfa Xrom, artıq çəkilən azad ol. Bu arada mən özüm də artıq bugündən etibarən başlamışam Alfa Xromdan istifadə etməyə və nəticəni sizlərlə paylaşacağım. Ay qız, mən bir dənə şeyi başa düşmürəm. Bütün günü mənə deyirlər ki, SPF çək, SPF çək. SPF çəkməsəm nə olacaq ki? Mən onsuz da günəşə o qədər çox çıxmıram. Bax, sən maşına minirsən, düşünürsən ki, kölgədəsən. Amma inansan, günəş sənə orada da zərər verir. Yaxşı, bəs mən neyniyim? Biodermadan Photoderm X Defense SPF 50+. Bax, bunu çəkirsən üzvə, boynuva, səni günəşdən qoruyur. Əslində tək günəşdən qorumur, həm də o şəhər çirklənməsi var ha. Ondan da qoruyur, dəriyə detoks effekti verir. Elə qəşəngdir, bax, məsləhət görürəm, sən istifadə elə, xoşuma gələcək. Çox dəyərli tamaşaçılar, bir komedi kanalında sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün.